Düzdür. Deməli, bu belə oldu. Adəm, sənin üçün də danışıram. Şəkil bizə deyir ki, 49. Şəkil 49-da gördüyümüz kimi burada A, B, C, D, A, B, M, N düzbucaqlısı verilib. Bir də C, D, E-min kvadratı verilib. Düzdür. Deyir, C, M, N də kvadratdır və sahəsi 25-dir. Kvadratın sahəsi necə hesablanır dedik. Ayşə dedi ki, kvadratın sahəsi A kvadratından hesablanır. Yəni, əgər kvadrat 25-dirsə, onda tərəfi nə qədərdir? Buna 5-dir, düzdür. Vəssalam. Bura 5-dirsə, biz düzbucaqlıya baxsaq, bura 5-dirsə, burada 5-dir. Kvadratın düzbucaqlığın qarşı tərəfləri bir-birinə bərabərdir. Hə? Və deyir ki, ABCD-nin perimetri 26-dır. ABCD-nin perimetri deyəndə nəzərdə tuturuq. Elə ki, bu tərəflərin uzunluqları cəmidir, düzdür. Onu da yazırıq burada. 5 üstə gəl, x plus 5 vurulsun 2 bərabərdir 26. Çünki perimetr nədir? Qarşı tərəflərin uzunluqları cəmidir. Bir tərəfi x plus 5-dir, digər tərəfi də 5-dir. Deməli, aldım burada 10 plus x bərabərdir. 26-nı 2-yə böldüm, 13-ə. X də bərabərdir 3-ə. X 3-dür. Amma mən x 3 tapdım axı. Aynen, sən nə tapmışsan? Mən də cavabı 40 tapmışam. Mən də cavabı 40 tapmışam. Hə, x 3 tapmışsınız da. X 3 tapmışsınız da, düzdürmü? Mən onu demək istəyirəm. Mən elə getməmişəm ki, mən kvadratın tərəflərini tapmışam. Perimetrdə 26-dır axı. 5 üstə gəl x vur 2 Hə, 26-dırsa bilirim ki, 5 ABC'nin perimetri 26'dır. Bu arada ABC'nin perimetri 26'dır. Mən də bilirəm ki, ümuminin perimetri 26'dır. Cümləni səhv oxumuşam bu arada. Uşaqlar görürsən. Hə, ABC'nin perimetri 26'ymış axı. Yazaq. Onda bunu belə şəkildə yazaq. Deməli, ABC'nin perimetri 26-dırsa, onda nə edirik biz burada? Elə bil ki, x 3-də gəl 5 vurulsun 2 bərabərdir 26. Bəli, onda 26-nı 2-yə bölüm 13, 13-dən 5 çıxırıb 8. Amma necə çıxmaq? Aha, demək, x-i tapdıq burada 8. Vəssalam. X 8-dir, bizdən də istəyir ABCD-nin sahəsini. Bəli, onun da sahəsi 40-dır, düzdür. Adəm, anladın? Dəqiq, Adəm.